ən böyük problemlərdən biri. İndi sual yaranıb deyə bu mövzu dəyişərkən, amma söhbətimizə doğru. Baxın, ən əsas problemlərlə biri, hansını ki, mən çox görürəm. Mən əvvəllər ona çox diqqət eləmirdim, amma getdikcə görürəm ki, həqiqətən ciddi bir problemdir. Hansı problem? Həmən bu insanlar, hansı ki, daimi dərman atır, bu dərman səhər ac qarnına atılır. Və bəzi insanlar, pasiyentlər mənə gəlib deyir ki, doktor, sual verəndə ki, zoba görə dərmanınızı normal qaydada atırsınızmı? Qayıdıb deyirlər ki, bəli, doktor. Hər səhər saat 5-də dururam, dərmanımı atıram. Soruşursan ki, niyə 5-də durursunuz? Yəni, sizin bu həyat tərziniz budur ki, siz hər səhər 5-də durub işə gedirsiniz. Yoxsa, yalnız bu dərmana görə səhər 5-də durursunuz. Deyir, yox, doktor, dərmana görə durub dərmanımı atıram. Sual verirəm ki, niyə? Yəni ki, bu məcburi deyil, bu vacib deyil. Və insana məlumat verirsiniz ki, məcburi deyil ki, sən sırf yalnız bu dərmana görə səhər 5-də durub dərmanınızı atasınız. Bu məcburi deyil. Bu dərman, bəli, səhər ac qarnına atılır. Amma fərq etmir. Sən bunu səhər 5-də durdun, atdın, yoxsa səhər, məsəl üçün, sənin normal iş qrafikin, səhər yuxudan 7-də durmaqdırsa, sən səhər 7-də durub o dərmanı ata bilərsən. Yəni, məcburi deyil ki, yəni, ona gətirirəm ki, bu həqiqətən sənin həyat tərzvə ciddi bir fərq gətirir, düzdür? Biri var ki, sən sərbəst formada bir gün 7-də durdun, bir gün 9-da durdun, dərmanı atdın. Biri də var, məcburi fonunda sən hər səhər durub, səhər 5-də dərmanınızı atın. Bax, belə məlumatlar mən görürəm ki, çox olur və həmin, əlbəttə ki, xəstəyə məlumat verin ki, bu məcburi deyil. Yuxudan nə vaxt durdunuz, dərmanınızı atın. 30-40 dəqiqə fasilə verin, yeməyinizi yiyin.